Bəlkə də eşitmisiniz. Deyirlər ki, süni intellekt iqtisadiyyatımızı məhv edə bilər. Bu, həqiqətən də ciddi bir proqnozdur. Amma digər tərəfdən elə bir yeni nəsil süni intellekt üzərində iş gedir ki, bu, həmin o fəlakətin qarşısını tamamilə ala bilər. Bugünkü söhbətimizdə bu iki hekayəni birləşdirəcəyik. Bir tərəfdə risk, digər tərəfdə isə inqilab. Yəni, söhbət təkcə texnologiyadan getmir, həm də hamımızın iqtisadi gələcəyinin necə şəkillənəcəyindən gedir. Gəlin birbaşa məsələyə keçək və maliyyə, texnologiya aləmində əməlli başlı səs-küy yaradan o proqnoza nəzər salaq. Söhbət Citrin Research-in hazırladığı bir ssenaridən gedir. Yaxşı, nə deməkdir bu? Hesabata görə süni intellektin tətbiqi elə bir zəncirvari reaksiya yaradır ki, o iqtisadiyyatı getdikcə aşağı çəkir. Təsəvvür edin ki, bir problem digərini yaradır və bu proses dayanmadan, hətta sürətlənərək davam edir. Ən pisi də odur ki, bu prosesin, necə deyərlər, təbii bir əyləci yoxdur. Və bu prosesin nəticəsi, onların ssenarisinə görə 2028-ci ilə qədər fond bazarının dəyərində 35%-dən çox azalma gözlənilir. Bu sadəcə kiçik bir eniş deyil, bu bütün sistemə təsir edən ciddi bir şok deməkdir. Gəlin bu cədvələ baxaq görək bu ssenari necə baş verir. Deməli, 2026-cı ildə süni intellekt agentləri geniş tətbiq olunur. Əvvəlcə hər şey yaxşıdır, şirkətlərin mənfəəti artır. Amma sonra ilk ixtisarlar başlayır. Artıq 2027-ci ildə işsizlik artır, insanlar daha az pul xərcləyir. Şirkətlər də buna cavab olaraq xərcləri azaltmaq üçün daha çox avtomatlaşdırmaya, yəni süni intellektə üz tutur. Vəssalam, mənfi dövriyyə işə düşür. Nəticədə isə 2028-ci ildə ciddi bir sistem çöküşü riski ilə üz-üzə qalırıq. Yaxşı, bəs bütün bu proqnozun mərkəzində dayanan texnologiya nədir? Buna acisentik süni intellekt deyirlər. Yəni, əvvəlki süni intellekt alətləri sadəcə olaraq məlumatları təhlil edirdi, bir növ köməkçi idi. Amma bu agentlər fərqlidir, onlar hərəkətə keçir. Məsələn, bir şirkətin bütün satın alma prosesini başdan sona özü çox az insan müdaxiləsi ilə idarə edə bilirlər. Və baxın, ən həlledici məqam da budur. Avtomatlaşdırmanın bu yeni dalğası birbaşa müasir iqtisadiyyatın ürəyini hədəf alır. Yəni, əvvəllər toxunulmaz, təhlükəsiz hesab etdiyimiz yüksək ixtisaslı, ağ yaxalı işləri. Bütün bunlar düzü biraz qorxulu səslənir, elə deyilmi? Amma işin bir amması var. Bu fəlakət ssenarisi ancaq bir şərtlə reallaşa bilər, o da bugünkü süni intellekt texnologiyasına güvənməyimiz. Bugünkü texnologiyanın isə fundamental bir problemi var, bir növ darboğazı, mühakimə etmək qabiliyyəti yoxdur. Gəlin bunu anlamaq üçün insan psixologiyasından bir ideya götürək, Sistem 1 və Sistem 2 təfəkkürü. İndiki süni intellektin demək olar ki, hamısı Sistem 1 rejimində işləyir. Yəni, sürətlidir, intuitivdir, amma dərin və məntiqli düşünməkdən, mühakimə yürütməkdən məhrumdur. Başqa cür desək, bugünkü süni intellekt milyonlarla nümunəyə baxıb oxşarlıqları tapmaqda ustadır, amma o nümunələrin arxasındakı niyyəni, səbəb-nəticəni əsla anlamır. Bu da onu mürəkkəb, həyati qərarlar üçün çox kövrək və etibarsız edir. Yaxşı, əsas sual budur. Bəs biz süni intellekti necə o arzuladığımız Sistem 2 rejimində, yəni həqiqi mənada düşünməyə vadar edə bilərik? Bax, elə bu sual bizi hekayəmizin ən ümidverici, ən maraqlı hissəsinə gətirib çıxarır. Yəni, həqiqətən də mühakimə yürüdə bilən süni intellekt yaratmaq üçün aparılan tədqiqatlara. İndi isə keçirik işin ən maraqlı hissəsinə. Gəlin görək, tədqiqatçılar bu problemi həll etmək üçün bizə, yəni insanlara, daha çox bənzəyən, daha ağıllı süni intellekti necə yaradırlar? Birinci yanaşma cizimləşdirilmiş süni intellekt adlanır. Bu sxemdə gördüyünüz robot sadəcə bir proqram deyil. Onun kameraları, sensorları, qolları var və o dünya ilə birbaşa təmasda olub məlumat toplayır. Yəni, biz ona fiziki bir bədən veririk ki, səbəb-nəticəni kitablardan yox, birbaşa təcrübədən öyrənsin. Məsələn, bir stəkanı itələyəndə nə baş verdiyini oxumur, onu özü edir, özü hiss edir. Bax, əsl dərin anlayış məhz buradan başlayır. İkinci və bəlkə də daha fundamental yanaşma isə dünya modelləri yaratmaqdır. Bu diaqram əslində süni intellektin beynində dünyanın daxili məntiqi bir xəritəsini necə qurduğunu göstərir. Bu sadəcə məlumat yığmaq deyil, bu süni intellektin eyni ilə bir uşaq kimi dünyanın necə işlədiyini, əşyaların bir-biri ilə necə bağlı olduğunu anlamasına kömək edir. Məhz bu model ona təkcə nə olduğunu deyil, həm də niyə olduğunu anlamaq imkanı verir. Əsl zəkanın təməli də budur. Deməli, bu dünya modeli konsepti sadəcə quru bir nəzəriyyə deyil. Əksinə, bu bizə insanın öyrənmə tərzindən ilham alaraq süni intellektin inkişafı üçün aydın bir yol xəritəsi verir.
Məşhur uşaq psixoloqu Jean Piaget'in işindən ilhamlanan tədqiqatçılar süni intellekt üçün də belə bir proses təsəvvür edirlər. Yəni, C əvvəlcə sadəcə qavrayır, sonra bu qavradıqlarını mənalı anlayışlara çevirir, daha sonra bu anlayışlar arasında məntiqi əlaqələr qurur və nəhayət öyrəndiklərini tamamilə yeni vəziyyətlərə tətbiq edə bilir. Sadə qavrayışdan həqiqi ümumiləşdirməyə doğru bir yol. Beləliklə, gəlib çıxdıq əsas məsələyə. Citrininin o qorxulu ssenarisi əslində bizə kor-koranə tətbiq edilən Sistem 1 süni intellektinin təhlükələri barədə bir xəbərdarlıqdır. Həll yolu isə dünyanı həqiqətən anlayan, mühakimə yürüdən Sistem 2 süni intellektini inkişaf etdirməkdir. Bu da bizi son və ən vacib sual qarşısında qoyur. Süni intellekt günbəgün daha da ağıllı olur. Bəs biz ona uyğun daha ağıllı bir iqtisadiyyat qura bilirikmi?